məhduddur. Yəni bağlılığı vardır. Bax bu rəhmətənə mətağan bağlılığı nədir vardır və məvsufdur. Yəni bu da təyinlənəndir. Niyə görə təyinlənəndir? Çünki qeyri-müəyyən isimdən sonra gələn nitq hissəsi ilahin sifətdir. Bax gördünüz kimi sifət yazılıb. Sifət burada isim təyin edir. Ona görə burada mətağan məvsufdur. İlə ön qoşma, hinin isə yəlik halında olan nədir? İsimdir. İndi keçək 45-ci ayəyə. Və izə qilə ləhumuttəqu mə beynə əydikum və xalfəkum ləğəlləkum turhamun. Demək, mənası belə olacaq ki, onlara və izə qilə ləhum, onlara önünüzdəkilərdən mə beynə əydikum, önünüzdəkilərdən və arxanızda olanlardan qorxun deyildiyi zaman ləğəlləkum turhamun, bəlkə də ola bilsin ki, mərhəmət olunarsınız. Bax, belə mənadadır. Və başlama hərfi izə şərt və zaman zərfidir. Qilə deyildi. Cavabı məhsus fiili şərt məhsul növüdür. Fiilin demək mazi növüdür. Yəni qalə fiilinin bu nədir? Qilə məhsul növüdür. Ona görə burada yazılır məhsul fiil mazidir. Fiil şərtdir. Yəni izə ilə işlədiyinə görə qilə bu fiilin şərt mənasında nədir? İşləniləcəkdir. Sonra ləhumuttəqu onlara mənasıdır. Ləhumu əslində ləhumu idi.